Salam, hər vaxtınız xeyir. Blok sınaq 7-dəki sualların həllinə baxaq. Birinci sualda tənliklər sistemi verilib. Tənliklər sistemindən x1 üstəgəl x2 üstəgəl x3 cəmini soruşur. Burada deməli 2 ifadə cəmini yox, 3 ifadə cəminin kvadratın açılışını bilməliyik. Müxtəsər olma düsturu. Yəni düstur yazaq əvvəlcə. x1 üstəgəl x2 üstəgəl x3-ün mötərizə kvadratı. Bunun açılışı kitabda var, yəni düsturlarda bunu bilməlisiniz. Bəzən blokda düşə bilər, yəni buraxılışda düşmür, çox vaxt görməmişəm, blokda düşür. Olacaq burada x1-in kvadratı, üstəgəl x2-nin kvadratı, üstəgəl x3-ün kvadratı, üstəgəl 2 vur, açırıq mötərizə x1, x2, x1, x3 və x2, x3. Hər şey verilib, yerinə qoyuruq. Deməli, x1 üstəgəl x2 üstəgəl x3-ün mötərizə kvadratı bərabərdir. Bu kvadratlar cəmini bizə 1 veriblər. 1 üstəgəl 2 vur 7 tam onda 5. 2-ni 7 tam onda 5'e vuranda 15. 15 üstəgəl 1 16. Deməli, buradan x1 üstəgəl x2 üstəgəl x3. Sol tərəfdən kvadrat gedəndə sağ tərəf, yəni plus minus 4'ə bərabərdir. 2 dənə kökü var. Çünki mənfi 4'ün də kvadratı müsbət 4'dür. Müsbət 4'ün də mənfi 4'ün də kvadratı müsbət 16'dır. Müsbət 4'ün də kvadratı müsbət 16. Ona görə plus minus 4. Baxırıq ikinci suala. Limit x sıfıra yaxınlaşır. Limitini soruşur. İndi baxaq görək. Bunu deməli sadələşdirməliyik əvvəlcə. Surətdə ikinci görkəmli limitə gələcək, yəni. 3x plus 1'i parçalayırıq. Yazaq ki 2x plus 1 üstəgəl x şəklində. Çünki 2x-dən x-in cəmi yəni 3x verir, 1 də öz yerində qalır. Bölünsün 2x plus 1 bərabərdir. Burada isə bu ikisini bir qruplaşdırıram, məxrəcə bölürəm. Yəni 2x plus 1 böl 2x plus 1 üstəgəl x böl 2x plus 1 bərabərdir. Bu bizə verir 1 üstəgəl x böl 2x plus 1. İndi aparıb yerinə qoyuram. Limit x sıfıra yaxınlaşır. 1 üstəgəl x böl 2x plus 1. Biz burada ikinci görkəmli limitlərdən bilirik ki, yuxarıda biz bu ifadədə, yəni y-yə gətirməliyik, y əsasına gətirməliyik. Bunun tərsini yazıram. Yəni 2x plus 1 böl x. Üstündə yenə eyni qaydada x böl 2x plus 1. Bunu yazmaqda məqsədim odur ki, bu yeni hasil bizə 1 verir. Yəni heç bir dəyişiklik baş vermir. Sadəcə bu ifadə bizə y-ni verir. Bura bizə y-ni verir. Bunun da qüvvətində var burada 1 böl 4x. 1 böl 4x. İndi baxın, bərabərdir. Yəni bu mötərizə deyək. Bunun yerinə biz y yazacağıq. Y üstü. Bunları isə bir-birinə vurmalıyıq. Yəni x bir-birinə vuranda bu x-dən bu x ixtisar gedir. Olacaq cavab. Deməli 1 böl 4 vur 2x plus 1. İndi isə x-in yerinə 0 qoyub limitini hesablayaq. Limit x 0'a yaxınlaşır. Y üstü 1 böl 8x üstəgəl 4 olur burada. Yəni y üstü 1 böl 4. 8'i 0'a vuranda 0. 0 üstəgəl 4 4. Cevap y üstü 1 böl 4. C variantı doğru cevap. Üçüncü suala baxırıq. Fx funksiyası verilib. F tərtib 4'ü soruşur. İndi fx bərabərdir. Kök altda x. Biz bilirik ki bunu kökdən çıxaranda x üstü 1 böl 2 deməkdir. Yəni bunun dərəcəsi 2'dir. Burada isə dərəcə 1'dir. Yəni kök altda a dərəcədən x üstü və yaxud da a üstü m n olsun. Kitabdakı kimi yazın. A üstü olacaq m də n. Eyni bu düstura əsasən. Burada kök altı x'in yerinə yazıram. X üstü 2'də 1. Vurub açırıq. Vur x üstü 3. Üstəgəl x üstü 2'də 1. Vur x. Bərabərdir. X üstü 2'də 1 və x üstü 3 verir bizə x üstü 3 tam onda 5. 2'də 1 0 tam onda 5 deməkdir. Üzərinə də 3 gələndə 3 tam onda 5. Əsaslar eyni olduğuna görə üstləri toplayırıq. 2'də 1 0 tam onda 5. Burada da 1 var. 1 ilə 0 tam onda 5 toplayanda 1 tam onda 5. İndi gəlin törəməsini alaq. F tərtib x bərabərdir.
X üstü 3,5'in törəməsi 3,5 əvvələ keçir. X üstü 3,5 bir vahid azalır. Üstə gəl. X üstü 1,5'in törəməsi 1,5 əvvələ keçir. 1,5 bir vahid azalır. 0,5. İndi bizdən tərtibdə 4'ü yerinə qoy deyir. F tərtib 4 bərabərdir. 3,5 vur. Baxın 4 bilirik ki 2'nin kvadratı deməkdir. X'in yerinə 2'nin kvadratı yazmalıyım. 2'nin kvadratı üstündə 2,5. Üstə gəl 1,5 vurulsun x. X'in yerinə daha doğrusu 2'nin kvadratı qüvvətində 0,5 bərabərdir. 3,5 vurulsun 2 üstü 2'ni 2,5'e vuranda 5. 1,5 2'ni 0,5'e vuranda 1. 2 üstü 5 32. 32 vur 3,5. 3,5'te 2'de 7 deməkdir. 1,5'i 2'ye vuranda 3. 32 bölü 2 16. 16'nı 7'ye vurup üzerine 3 gəlməliyik. 16'nı 7'ye vuranda 42. 5'ten qutaracaq. 115 səhv etmirəmsə. Var mı 115 variantlarda? Bəli 115 yəni cavab C variantı. AB parçasının A ucundan müstəvi keçirilmiştir. Bu parçanın B ucundan ve C nöqtəsindən müstəvini B1, B1, C1 nöqtələrində kəsən paralel düz xətlər çəkilmiştir. AC2, BC3, CC1 4 olarsa BB1 parçasının uzunluğunu soruşur. Deməli AB parçasını belə götürək. Bura A nöqtəsi olsun, burada B nöqtəsi. Bu A ucundan da müstəvi keçirilib. Müstəvini mən düz xət kimi çəkəcəm. Alfa müstəvi. İndi burada nə deyir? Sonra bu parçanın B ucundan və C nöqtəsindən burada da bir C nöqtəsi götürək. AC2'dir, BC3'dür. Onda AC'ni biraz kiçik götürək. Burada götürüm AC'ni. AC2'dir, BC3'dür. B ucundan və C nöqtəsindən B1 və C1 nöqtələrində kəsən paralel düz xətlər. Burası C1, burada B1. Şəkil çəkə bilsəz, yəni sual həll olunur. CC1 4'dür. BB1 parçasının uzunluğunu soruşur. Oxşarlıq. Baxın. CC1 BB1'e paralel olduğuna görə, çünki paralel düz xətlər çəkilmişdir deyir. Deməli bu bucaqlar uyğun bucaqlardır. Yəni bu bucaqlar uyğun bucaqlardır, üstə düşür. Mən indi düpbədüz çəkmişəm perpendikulyar kimi, şərtdə perpendikulyar olduğu bildirilmir. Yəni bu bucaqlar alfadır. Bura bir beta yazıram, ortaq bucaq. Deməli digər üçüncü bucaqlar da birinə bərabər olacaq və bu 2-3 bucaq oxşardır. Oxşarlığa əsasən yazıram ki, C1'in BB1'ə nisbəti AC-nin AB-yə nisbətinə. Şəklə baxın, bu yəni yazdığım nisbətləri şəkil üzərində analiz edin. CC1 4'dür, BB1 X, AC 2'dir, AB 5. Buradan 2x bərabərdir 20'ye, x olacaq 10. Bizdən də BB1 soruşulur. Düzgün cavab B variantı. 5-ci suala baxırıq. Deməli, trigonometrik bucaqlar verilib, müqayisə edindir. Əvvəlcə sinuza, kosinuzu, ya sinuza, ya kosinuza çevirək. Gəlin sinuza çevirək. A sinus 10 dərəcə, bu olduğu kimi qalsın. B kosinus 10 dərəcə. Kosinus 10 dərəcəni sinusdan ifadə etsək, sinus 80 dərəcə deməkdir. Yəni 90'dan 10 çıxsaq 80 dərəcə. Yəni sinus 10 və sinus 80 birinci rübün bucağıdır. Gəlin A və B-ni müqayisə edək. Sinus 30 və sinus 45'i müqayisə etsək, sinus 30 2'də 1'dir, sinus 45 kök 2 bölü 2. Məxrəcləri bərabər olan kəsirlərdir, sürəti böyük olan kəsir böyükdür. Deməli, bucaq artdıqca cavab böyüyür. Yəni, A B-dən kiçikdir. Bunu qeyd etdik burada. İndi kotangenslə sinusu müqayisə edəcəyik. C kotangens 10 dərəcədir. Mən bunda tangensə keçmək istəyirəm. Olacaq bu tangens 80 dərəcə. İndi gəlin tangens 45 ilə sinus 45'i müqayisə edək. Çünki sinus 80 də var məndə. Sinus 80'dan tangens 80'i müqayisə etmək istəyirəm. Tangens 45 1 dərəcə. Sinus 1 daha doğrusu sinus 45 də kök 2 bölü 2. Kök 2 bölü 2 0 tam neçəsi olur da, yəni düzgün kəsirdir. Yəni 1 böyükdür. Bu o deməkdir ki, tangens 80 böyükdür.
A B'den kiçikdir, B de C'den kiçikdir. Düzgün cevap olacaq Y variantı. 6-cı suala baxırıq. Trigonometrik tənlik verilib, tənliyin həllini soruşur. Bu kəsrin 0 olması üçün bunun sürəti 0 olmalıdır. Yəni kosinus 4x çıx 1 bərabərdir 0. Kosinus 4x bərabərdir 1-ə, 4x bərabərdir. 1-i nə vaxt alır? 1-i alır 2 pi k'da. 2 pi k. Buradan x bərabərdir pi k böl 2 alınır. Yəni 4-ü 2-yə böləndə 2. Məxrəc isə 0-dan fərqli olmalıdır. Sinus x fərqlidir 0. Həmçinin kökün altında olduğuna görə sinus x 0-dan da böyük olmalıdır. Yəni əgər mənfi köklər ala bilməz. İndi baxaq görək. Sinus x 0-dan fərqli olmalı dedik. Sinus x 0 alan halına baxırıq. Sinus x 0 nə zaman alır? Xüsusi haldır. Pi k'da alır. Deməli x pi k'dan fərqli olmalıdır. Yəni x pi k'nı k'ya 2 verəndə 2 pi'ni, 3 pi'ni, 4 pi'ni, 5 pi'ni bunları almayacaq. İndi baxaq görək variantlarda. Məsələn, baxın burada 2 pi k var. Bu kənar kökdür. Deyək ki, başqa məsələn k'ya məsələn burada neçə versək pi böl 2-ni ala bilər. Pi böl 2-ni ala bilərmi? Baxaq görək. İndi digərlərini variantlardan yoxlayaq. X bərabərdir pi k böl 2-dir. K'ya 0 versəm x olacaq 0. K'ya 1 versəm x olacaq pi böl 2. K'ya 2 versəm x olacaq pi. K'ya 3 versəm x olacaq deməli 3 pi böl 2. Təkləri ala bilər. Amma 3 pi böl 2-ni də almaz. 3 pi böl 2 çünki 270 dərəcədir. Sinus 270 dərəcədə mənfi 1 alır. Və bu kökün altında olduğuna görə bu mənfi bunu da ala bilməz. 3 pi böl 2-ni də almır. İndi baxın k'ya 0 da verə bilmirik. Çünki 0 verəndə bu da 0 olur. Bu zaman sinus da yenə 0 olur. Deməli, baxın pi böl 2-ni ala bilər. Sonra k'ya 4 verəndə 2 pi olur. Onu da almaz. K'ya 5 verə bilərik. K'ya 5 verəndə x bərabərdir 5 pi böl 2 alırıq. 5 pi böl 2-dən də 2 pi'ni atanda yenə pi böl 2 qalır. İndi baxaq variantlardan. Variantlara baxaq görək. Pi böl 2-ni ala bilər. Pi böl 2-ni misillərini ala bilər. Sadəcə 3 pi böl 2-ni almır. İndi y variantına baxın. Biz y-də k'ya 1 verəndə 3 pi böl 2 alırıq. Ona görə y variantını çıxırıq cavablardan. Yəni cavab pi böl 2 ilə bağlı bir cavab olmalıdır. Çünki pi böl 2 konkret olaraq tənliyin həllidir. Amma B variantında k'ya istənilən qiymət verin, ən kiçik kök pi böl 4 olur. Ona görə B variantı cavablardan çıxırıq. Y variantına nəyə görə çıxırıq? Y variantında da k'ya baxın k'ya 1 verəndə kök 3 pi böl 2 olur. Sinus da 3 pi böl 2 də mənfi olur. Ona görə y'ni də çıxırıq. B'ni çıxdığımıza görə konkret C də çıxılır. Düzgün cavab A variantı. Bərabər yanlı trapesiyanın oturacaqları 25 və 7, diaqonalı 20 cm-dir. Onun perimetrini tapın. Bərabər yanlı trapesiya çəkirik. Deməli, onun oturacaqları 25 və 7-dir. Kiçik 7, böyük 25, diaqonalı 20-dir. Diaqonalını da çəkdim. Perimetrini soruşur. P bərabərdir, sual və bu bərabər yanlıdır. İndi hündürlük çəksək, buradan hündürlük endiririk. Baxın. Buraya yazıram h. Kiçik oturacaq 7-dirsə, buradan tam da çəkmək istəmirəm, şəkli pozmasın. Bura olacaq 7. 25-dən 7 çıxanda 18. 18 mi olur? Bəli. 18 də bərabər yanlı olduğuna görə bunlar arası bərabər bölürəm. Olacaq 9, 9. İndi baxın A, B, C üçbucağına. A, B, C üçbucağı düzbucaqlı üçbucaqdır. A, C 9 üstə gəl 7, 16-dır. 20 və h, 20 hipotenuzda h da digər katetdir. H-ın kvadratı üstə gəl 16-nın kvadratı bərabərdir 20-nin kvadratı. H-ın kvadratı üstə gəl 256, 400. Buradan h bərabərdir 12. H 12-dirsə, digər tərəfdən burada da düzbucaqlı üçbucaq var. Pifaqor ədədlərdir. 12, 9-dursa, C yan tərəf olacaq 15. 144-dən 81, 225 verir. 225 də 15-in kvadratı deməkdir. Perimetrini tapa bilərik. Kiçik oturacaq 7, böyük oturacaq 25, yan tərəflər 15, 15. 30, üstə gəl 32 olacaq 62 D variantı.
Baxırıq 8 nömrəli suala. Y bərabərdir kök altda funksiya verilib. Funksiyanın qiymətlər çoxluğunu soruşur. Biz bilirik ki, bu funksiya kökün altında olduğuna görə, yəni mənfi sonsuzluq, müsbət sonsuzluq ola bilməz. C variantını silərik cavablardan. Çünki Y-in ala biləcəyi qiymətləri soruşur. Loqaritm altı ifadəyə baxırıq. X kvadratı çıx 8x üstəgəl 21. Burada a sıfırdan böyük olduğuna görə bu funksiyanın ən kiçik qiyməti var. Ən kiçik qiymət də y sıfırdan hesablanır. 4a-da 4ac çıx b kvadratı bərabərdir. 4 vur a 1'dir, c də 21'dir, b kvadratı 64. Böl 4 vur 1, 4. 84'dən 64 çıxarıq 20, 20'ni 4'ə böləndə 5. Demək ki, bu loqaritm altı ifadə, yəni bu kvadratik funksiyanın aldığı ən kiçik qiymət 5'dir. Ən kiçik qiymət 5 olduğuna görə loqaritma 5 əsasdan 5 lazımdır mənə, bu da 1'dir. Deməli, aldığı ən kiçik qiymət 1'dir, ən böyük qiymət müsbət sonsuzluq, cavab B variantı. Cavablarda səhv etmirəmsə C verilib, yəni cavab yanlışdır. Düzgün cavab olacaq B. 9 nömrəli sualda deyilir ki, Nail pulunun 30%-ni Kamilə verərsə, pulların miqdarı bərabər olar. Buna görə Kamilin pulu Nailin pulundan neçə faiz az idi? Yazırıq Nail, burada da Kamil. Birinin x manat pulu var, digərinin y manat pulu var. Nail pulunun 30%-ni Kamilə verir. Pulunun 30% nə deməkdir? X-i 30'a vurub 100'ə bölürük. Yəni 0,3x. Kamilin pulun üzərinə 0,3x gəlirəm. Nailin nə qədər pulu qalır bəs? Nailin isə 0,7x pulu qalır. Pulların miqdarı bərabər olar deyir. 0,7x bərabərdir Kamilin pulu y üstəgəl 0,3x. Kamilin y manat pulu var idi. Üzərinə də Nailin verdiyi pulu gəldik. Oldu y üstəgəl 0,3x. Buradan alırıq ki, y bərabərdir 0,4x. Kamilin pulu Nailin pulundan neçə faiz az idi deyir. Bunu da istəyirəm ki, tam ədədə çevirim. X-i 10 verirəm. X-i 10 verəndə y olacaq 4. Yəni, mən burada konkret bir ədəd götürürəm. Çünki məndən faiz soruşur. Nailin olsun 10 manat pulu, Kamilin də olsun 4 manat pulu. İndi, Kamilin pulu Nailin pulundan neçə faiz azdır? Nailin puluna deyirəm 100%. Kamilin pulu x faiz. Olacaq burada 10x bərabərdir 400'ə, x də bərabərdir 40'a. 40% tapdıq. Amma cavab 40% deyil. Nə qədər az oldu? 60% az oldu. Yəni cavab B variantı. 10-cu sualda ayrı-ayrı sadələşdirmək istəyirəm. Kökün altında 5 üstəgəl 2 kök altda 6 verilib. Baxın, burada 6 2 vur 3 deməkdir. Düzdürmü? 2 vur 3. Həmçinin 2 ilə 3'ün cəmi də 5'ə bərabərdir. Deməli biz 5 üstəgəl 2 kök altda 6'nın yerinə kök altda 2 üstəgəl kök altda 3'ün mötərizə kvadratı yaza bilərik. Bunu yəni ətraflı kvadrat köklər mövzusunu izah etmişəm. Burada baxın, verir bizə kök altda 2'nin kvadratı 2, üstəgəl 2 kök altda 6, üstəgəl 3. Yəni elə 5 üstəgəl 2 kök altda 6'nı verir. İndi yerinə qoyuruq. Kök altda 3 çıx kök altda 2. Məxrəcdə də kök altda 3 üstəgəl kök altda 2'nin mötərizə kvadratı. Məxrəcdə köklə kvadrat gedir. Elə kök 3 üstəgəl kök altda 2 qalır. Sürətdə də kök 3 çıx kök altda 2. İstəyirəm məxrəcin qoşmasına vurum ki, sadələşsin. Yəni kök altda 3 çıx kök altda 2. Kök altda 3 çıx kök altda 2'yə vurdum. Məxrəc kök altda 3'ün kvadratı 3, kök altda 2'nin kvadratı 2 verir. Sürət isə kök 3 çıx kök 2'nin kvadratı. Məxrəc 1 olacaq. Sürəti kvadratı yüksəldirəm. 3 çıx 2 kök altda 6 üstəgəl 2. Yəni cavab 5 çıx 2 kök altda 6. İndi digər kəsri sadələşdirirəm. 4 kök altda 3 böl kök altda 2. Burada da məxrəcin qoşmasına vururam. Yəni kök altda 2'yə. Məxrəc olacaq 2, sürət 4 kök altda 6. İxtisar etsəm 2 kök altda 6. Cavabları toplayıram. 5 çıx 2 kök altda 6 ilə 2 kök altda 6'nı cəmləsək 2 kök altda 6'lar islah gedir. Düzgün cavab 5. Y variantı. 11 nömrəli sualda bərabərsizliyin ən kiçik təməlini soruşur. Əvvəlcə 2'ni keçirək sol tərəfə. X kvadratı üstəgəl x çıx 6 böl x çıx 2 böyükdür bərabərdir 0.
Ortaq məxrəc x-in özü sürətdə olacaq x kvadratı üstəgəl x çıx 6 x 2-yə vurulacaq 2x böyükdür bərabərdir 0. Deməli sürətdə x kvadratı çıx x çıx 6 məxrəcdə də x böyükdür bərabərdir 0. Köklərini tapırıq, ayrı-ayrı 0-a bərabər edirik. Məxrəc x 0-dan fərqlidir. Və sürət x kvadratı çıx x çıx 6 bərabərdir 0. Köklər 2 və 3'dür. Cəmi Viet teoreminə görə müsbət 1 olmalıdır. x1 üstəgəl x2 əks işarə ilə ikinci həddin əmsalı. x1 vur x2 isə mənfi 6. Deməli 2 mənfidir, 3 müsbətdir. Çünki hasil də mənfi 6 olmalıdır. Cəm müsbət 1 olduğuna görə bu köklərdən böyüyü müsbət olmalıdır. İndi ədəd oxunda hər 3 kökü qeyd edirəm. Mənfi 2, 0, 3. Mənfi 2 və 3 bərabərsliyin həllidir. 0 isə həlli deyil. 0'ın içi boşdur. 3'dən sağ tərəfdə 4 var. 4 yerinə qoyanda 16 çıx 4, 12, 12 çıx 6, 6. Müsbət olur işarə. Təkrarlanan kök yoxdur. Ona görə mənfi, müsbət, mənfi olaraq gedirik. Bizə lazımdır böyük olan aralıq. Böyük olan aralıq mənfi 2'dən 0'a qədər. 3'dən müsbət sonsuzluğa qədər. 3'də daxildir. İndi ən kiçik tam həllini soruşur. Ən kiçik tam həlli mənfi 2 B variantı. 12 nömrəli sualda 5 müsbət və 9 mənfi ədədlərdən təsadüfən götürülmüş ikisinin mənfi olma ehtimalını soruşur. Məxrəcdən mümkün hallar, mümkün 14 ədəd var. Biz onlardan ikisini seçirik. Kombinizon 14'dən 2. İkisi də mənfi olsun deyir. Mənfilərin sayı 9 dənədir. 9'dan 2. Bunu hesablamalıyıq. Sürətdə də əlverişli hallar sayı. Sürət 9 faktorial böl 7 faktorial vur 2 faktorial. Məxrəc 14 faktorial böl 2 faktorial vur 12 faktorial. Sürətdə 9 faktorialı 7 faktorial vur 8 vur 9 kimi açsaq 7 faktoriallar gedir. 8 vur 9 böl 2 qalır. Məxrəcdə də 14 faktorialı 12 vur 13 vur 14 kimi açsaq 12'lər gedir. 13 vur 14 və 2 qalır. İndi bundan sonrası 72 böl 2 36. Sürətdə 13 vur 7-də məxrəcdə. 14'ü 2'yə böldük 7 dəfə. Yəni cavab 36 böl 91. A variantı. 13 nömrəli suala baxırıq. Düzbucaqlı üçbucağın katetləri 12 və 16 cm-dir. Üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrələrin mərkəzləri arasındakı məsafəni soruşur. Deməli, əvvəlcə çevrə çəkirik. Aha. İndi bunun daxilində düzbucaqlı üçbucaq çəksək. Düzbucaqlı üçbucaq çəkirik. İstəyirəm ki, deməli, düzgün alınsın. Katetləri fərqləndirmək istəyirəm. Birini 16, birini 12 kimi görsənsin. Bura olsun 16, digəri isə 12. Pifagor ədədlərdir. 16, 12 isə hipotenuz olacaq 20 Pifagor teoreminə görə. Radiusu isə biz bilirik ki, hipotenuzun yarısına bərabərdir. Yəni 20'nin yarısı 10. İndi bura olsun radius, yəni orta nöqtə 10 olsun. Biraz burada olsun 10. Yəni bura 10'dursa burada olacaq 10. İndi gəlin daxilinə çevrə çəkək. Daxilinə çevrə çəksək, çevrə tam olaraq toxunmalıdır. Hər bir küncə, hər bir tərəfə toxunmalıdır. Bu şəkildə. Bu da olsun daxilinə çəkilmiş çevrə. Kiçik yer. Kiçik yer isə katetləri cəmi çıx hipotenuz böl 2. Katetlərimiz 16 və 12, 28 çıx 20, 8, 8-də 2'yə böləndə 4. Deməli, radiusu tapdıq. Daxilinə çəkilmiş çevrənin radiusu 4'ə bərabərdir. Buradan eyni qaydada bu da 4'dür. İndi baxın, bura 4'dürsə, burada 4'dür. Ümumi bu katet 16 idi. 16'dan 4 çıxıram, bura qalır. Bura qalır 12. Bu da bir A nöqtəsi deyək. A nöqtəsindən bu toxuma nöqtəsi B-yə qədər məsafə 12-dirsə, buradakı toxuma nöqtəsi C-yə qədər məsafə də 12 olmalıdır. Buradan bura qədər 10'dursa, deməli 12 tamamlanması üçün burada 2 qalır. Olacaq 12. Elə bil ki, bu bir nöqtədən çevrəyə çəkilən 2 toxunandır. Bu 12, bu da 12 olmalıdır. İndi bizdən mərkəzlər arasındakı məsafəni soruşurdu. Baxın, bu mərkəzi O1 deyək, buna da deyək O2. Bu O1 ilə O2 arasındakı məsafə bunu soruşur.
İndi buradan O2 və C-ni birləşdirirəm. O2C nədir? Radiusdur. Radius da toxunana perpendikulyardır. Və burada daxilini çəkim çevrənin radiusunu 4 almışdıq. Burada 4 yazıram. 4, 2-dirsə qırmızı ilə göstərdiyim üçbucaq üçün biz O1, O2-ni Pifagor teoreminə görə tapa bilərik. 2-nin kvadratı ilə 4-ün kvadratları cəmi bizə verir O1, O2-nin kvadratını. 16 üstəgəl 4 bərabərdir O1, O2-nin kvadratı. O1, O2 bərabərdir kök altda 20. Olacaq cavab 2 kök altda 5. Yəni A variantı. 14 nömrəli sualda M ədədinin natural bölənlərinin sayını soruşur. 22 və 66 qoş ədədlərdir. 22-ni yerinə yazıram 2 vur 11, yəni ikisi 11-ə bölünür. 2 vur 11-in kubu, 66-nın yerinə də 6 vur 11-in kubu. 11-in kvadratı, çünki 2 var qüvvətində. Buradan alırıq ki, 2-nin kubu vurulsun 11-in kubu. Üstəgəl 6-nın kvadratı vur 11-in kvadratı. Bərabərdir. 11-lərdən qüvvəti kiçik olan, baxın 11-in kvadratı və 11-in kubu var. Qüvvəti kiçik olan 11-in kvadratıdır. Bunu orta qrup çıxardıram. Digər tərəfdən hələ ki eyni saxlayayım bir dənə. 2-nin kubu vurulsun 11-in kubu. Üstəgəl 6 da baxın 6 2 vur 3 deməkdir. 6-nın yerinə də 2 vur 3 yazıram. Üstünə də kvadrat var. Yəni yazacağım ki 2-nin kvadratı vur 3-ün kvadratı. Vur 11-in kvadratı. Deməli burada 11-in kvadratı və 2-nin kvadratı orta qrup çıxır. Yəni qüvvətləri kiçik olan. Qalır 2 üstəgəl 3-ün kvadratı. Baxın bir dənə qalır. 11 də qalırdı. Burada 11 də var. Baxın. 11-in kvadratı və 2-nin kvadratı qüvvətləri kiçik olanlar orta qrup çıxır. Burada həm 2 qalır, həm 11 qalır. Buradan 2-nin kvadratını çıxartdım, 11-in kvadratını çıxartdım, 3-ün kvadratı qalır. Bərabərdir. 11-in kvadratı olduğu kimi qalır. 2-nin kvadratı olduğu kimi qalır. 22 üzərinə 9 gələcəm. 22-nin üzərinə 9 gələndə 31. İndi bunun natural bölənlərinin sayını soruşur. Həm 11, həm 2, həm də 31 sadə ədədlərdir. Elə natural bölən sayı qüvvətlərin üzərinə 1 gəlirik. 2 üstəgəl 1, 2 üstəgəl 1. Bunun qüvvətində 1 var. 1 üstəgəl 1. Olacaq 3 vur 3 vur 2. Yəni 18. Natural bölən sayı 18-ə bərabərdir. Cavab B var. 15 nömrəli suala baxırıq. İfadəsini sadələşdirindir. Baxaq görək, vurğulara ayıra bilirikmi? 3x kvadratı çıx 4xy üstəgəl y kvadratı. 3x kvadratı çıx 4xy üstəgəl y kvadratı. Bunu həm diskriminantla vurğulara ayırmaq olur, həm də qayçı üsulu ilə. Gəlin diskriminantla göstərim mən sizə. D bərabərdir 4-ün kvadratı çıx 4 vur 3 vur 1. 16 çıx 12 4. Deməli, indi x1 x2 yazmıram çünki burada da x-dən y var, ona görə qarışmasın. Elə birbaşa kəsir xətti çəkib köklərini yazıram. Mənfi b, b mənfidir, üstüdə də mənfi var, müsbət 4. Üstəgəl 4-dən çıxar 2 böl 2 vur a da 3'dür, yəni x kvadratın əmsalı. 6 böl 6 köklərdən biri 1'dir. Digər kök 4 çıx 2 böl 2 vur 3. Olacaq 6'da 2, yəni 3'də 1. Belə bir düsturumuz var köklərini tapandan sonra. A vurulsun x çıx x1, x çıx x2. A məlumdur. X kvadratın əmsalı 3'dür. X çıx köklərdən biri 1'dir. X çıx köklərdən digəri 3'də 1'dir. Köklərdən əgər biri kəsirdirsə, biri natural ədəddirsə, yəni biri tam ədəddirsə, mütləq bu əmsal kəsir olan ifadəyə vurulur. Yəni bu 3 ancaq bu mötərizənin içinə vurulur. X minus 1 mötərizəsi ilə işimiz yoxdur. Onu olduğu kimi yazırıq. 3'ü vuracağım bu mötərizənin içinə olacaq 3x çıx. 3'ü 3'də 1'ə vuranda 1. İndi burada əlavə olaraq y-imiz də var, düzmü? Yəni 1 deyil, y var. Deməli bu birlərin yanına y-lər əlavə edəcəyik. Olacaq x çıx y, 3x çıx y. Yəni heç bir fərq etmir. Sadəcə bizim tənliyimizdə 2 dəyişən var idi. Yəni normal şəkildə vurğulara ayırırıq, sonda y-ləri yanına yazırıq. X çıx y, 3x çıx y. Eyni qaydada indi buradakini silirəm. Yəqin ki yazdınız. Bunu silirəm. Sürətdə yazıram x çıx y, 3x çıx y bölünsün. Burada yəqin ki ixtisar gedəcək. Baxın, bir kəsirdə ya sürətin ya da məxrəcin vurğularını rahatlıqla tapa bilibsinizsə, digər ya məxrəc ya sürətdə
bu vuruqlardan biri aşağıda da olacaq. Normal şəkildə görünür ki, 3x minus y vuruğu aşağıda olmayacaq. Çünki buradakı x kvadratın əmsalı 1-dir. Məndə 3x olan vuruq aşağıda olmaz axı. X çıx y olacaq aşağıda. X çıx y mütləq ki var. Çünki bunlar ixtisar getməlidir. Yəni həmişə ixtisar gedən ifadələr verilir. Biri mütləq ixtisar getməlidir. İndi x-i nəyə vurmalıyam? X kvadratı alınsın x-i. İndi digər vuruğa baxırıq. Y-i nəyə vurmalıyam ki, mənfi 3y kvadratı alım? Mənfi y-dir. Deməli, müsbət 3y vurmalıyam. Mənfi y-i müsbət 3y vuranda mənfi 3y kvadratı alınır. Və yaxud da ki, eyni şəkildə bayaqki kimi diskriminantı tapıb vuruqları ayıra bilərsə, əgər bu cür çətin gəlirsə. İndi x çıx y-lər ixtisar gedir. Cavab 3x çıx y və x üstə gəl 3y. İndi bunu sadələşdiririk. İkinci kəsirin. Deməli, sürətdən 10y orta qruq çıxardıram. Qalır x çıxılsın 3y. Məxrəcdə də x çıx 3y, x plus 3y. X çıx 3y-lər ixtisar gedir. Cavab olacaq 10y böl x üstə gəl 3y. İndi aparıb yerinə qoyuram. Birinci kəsirin cavabı 3x çıx y böl x üstə gəl 3y. Üstə gəl. İkinci kəsirin cavabı 10y böl x üstə gəl 3y çıx 2. Yəni buradakı 2. Burada baxın, məxrəclər bərabər olan kəsirlərdir. Məxrəc olduğu kimi qalır. Sürətlər toplayıram. 3x çıx y üstə gəl 10y. Çıx 2. Bərabərdir. 3x mənfi y və 10y 9y. Məxrəcdə x üstə gəl 3y. Çıx 2. Bərabərdir. Sürətdən 3 orta qruq çıxardıram. X üstə gəl 3y. Məxrəcdə də x üstə gəl 3y. Çıx 2. X üstə gəl 3y-lərə yaxşı yol. 3-dən 2 çıxanda 1. Yəni çox mənasız sual idi, açığı desəm. Belə çox hesablanası şeylər var idi. Heç sevmirəm yəni. 5 dəqiqə izah etdim bir dənə sualı. Düzgün cavab D variantı. Ümid edirəm ki, imtahanda düşməz. Sizin üçün yəni. Baxaq 16 nömrəli suala. 16 nömrəli sualda ardıcıllığın ən böyük həddinin nömrəsini soruşur. Baxın, görək bunun ardıcıllığın ən böyük həddi neçədir? Əvvəlcə ən böyük həddi tapmalıyıq. Ən böyük həddi də fikir verirsiniz, görərsiniz ki, bu kvadrat tənlikdir. Kvadrat tənlikdə A 0-dan kiçik olanda bu ifadə ən böyük qiymətini alırdı və ən böyük qiymət y0 ilə hesablayırıq. 4A-da 4AC çıx B kvadratı. Ən böyük qiyməti var, amma məndən ən böyük qiymətin özünü soruşmur. Ən böyük qiyməti n-in hansı qiymət? Yəni x0 soruşulur əslində, baxın. Əgər soruşulsaydı ki, ardıcıllığın ən böyük həddi neçədir, onda y0 tapardım. İndi də y0 tapıb bərabər edə bilərəm. Və yaxud da birbaşa cavab almaq olur. Ən böyük həddin nömrəsini soruşursa, elə x0 tapmaq kifayətdir. x0 mənfi 2a-da b. Mənfi 2 vur a mənfi 3-dür. B də 24. Olacaq cavab 24 böl 6, 4. Yəni, ən böyük həddin nömrəsi 4-ə bərabərdir. Dediyim kimi, yenə deyirəm, yəni əgər ən böyük həddin özünü soruşsa, y0 tapılmalıydı. Amma ən böyük həddi, yəni n-in hansı qiymətində alır, onu soruşur. O zaman x0'ı tapırıq.